Salam, bu Bookline podkastıdır. Artıq düzünü deyəsən, daha kitab oxumuruq ya da əvvəlki kimi oxumuruq, amma niyə oxumuruq? Vaxt yoxdur, yoxsa maraq, ya da kitab daha insanı əvvəlki kimi tutmur. Bookline növbəti həmsöhbəti yazıcı, jurnalist Aysel Əlizadədir. Onunla açıq danışacağıq. Niyə kitab oxumuruq? Oxucu niyə dəyişdi? Bugün yazmaq, yazıcı kimin üçün yazır? Özü üçün, oxucu üçün, yoxsa boşluğa yazır? Bunlar Aysel xanım əlbəttə bizdən daha yaxşı bilir. Xoş gördük Aysel xanım. Xoş gördük Leyla xanım. Başlayaq. Kitab oxuyuruq. Bugün getdikcə daha çox oxuyuruq. Bir ara düzdür fasiləmiz var idi. Daha çox oxumalıyıq. Və əgər biz yazıcıya sualı o cür qoysaq ki, kim üçün yazırsan, biz ona demiş oluruq ki, boşa yazırsan. O dediniz, boşuna mı yazır? Məsələn, mən yazıcı kimi özüm üçün heç vaxt yazmamışam. Mən heç vaxt özüm üçün yazmıram. Mən istənilən kitabı oxucu üçün yazıram. Bu əladır. Çünki məsələn, yeni bir kitabım çıxacaq bu yaxınlarda. Adı antidepressantdır. Xoşbəxtlik haqqında antidepressant. Necə gözəl başladıq bu söhbətə. Nə pozitiv. Çox yaxşı bir kitabdır. Mən məsələn öz yaşadıklarımı, bu avtobioqrafik psixoloji publisistika deyək də, belə bir ad verək. Mən yaşadığım deməli o getgəlləri, daxili tələtumları, depressiya deyək adına oxucumla bölüşdüm və mən necə çıxa bildim. Bunu niyə yazdım? Fikirləşdim ki, bunu yaşayan adamlar var və bu kitab onlara faydalı ola bilər. Təkcə bu mənim bir yaşantım, bir mərhəmim olmasın. Mən yazıcıyamsa bunu keçirdim kitab formasına, yazıya çevirim və bu insanlara faydalı olsun. Və bizi kim tapır? Bizi yazıcı kimi özümüzə uyğun adamlar tapır. Hədəf kütləniz bax bu kitabda hansı yaş olacaq? Yoxsa hər fərqi yaşdan. yoxdur? Hər yaşdan. Mən o kitabı elə yazmışam ki, Bu qədər maraqlı marketinq adı seçmisiniz həm də indiki gəncləri mən çox əminəm diqqətini çəkəcək. o həm gənclərin, həm yaşlı nəslin, həm yetkin nəslin diqqətini çəkir. Çünki depressiyadan çox adam əziyyət çəkir. Hər yaşda əziyyət çəkirlər. Yaşın gətirdiyi depressiya var, gəncliyin gətirdiyi depressiya var. Fəslin gətirdiyi var. Fəslin, insanların həyatının, yaşantıların və bu bir təbabət kitabı deyil, bu tibbi kitab deyil, bu bir deməli medical ədəbiyyat deyil də. Bu bir avtobioqrafik ədəbiyyatdır. Bir yazıcının qələm aldığı, öyrəndiyi, oxuduqları, yaşadığı şeyləri oxucusu ilə bölüşməsidir. Mən məsələn onu oxucu üçün yazdım. Bax bu gücü, bu etirafı özünüzdə necə tapdınız? Məsələn, özünüzdən yazmısınız, hə? Özümdən yazdım. Özünüzdən keçirdiniz bütün o problemləri özünüzü. Biraz da elə bir tamaşaçının, oxucunun qarşısında biraz da iç dünyası soyunursunuz. Bəli. Bu sizə yaşın gətirdiyi hünərdirmi, bilmirəm. Bax necə oldu ki, yazmağa qərar verdiniz bu barədə? Tərəddüd eləyirdim. Əslində insan yaşad olduqca elə bir çəkisi içərdən belə ağırlaşır və daha çox tərəddüd etməyə başlayır addımlar atanda. Məsələn, mən əvvəl daha rahat idim. Sözümü daha açıq deyə bilərdim. Daha çox tez paylaşa bilərdim oxucularla düşündüklərimi. Amma özəl məsələdir bu bir insanın, bir qadının keçdiyi bir psixoloji bir məsələdir, mərhələdir. Bu nə qədər məhrəmdir də, məhrəm. Siz demiş, çılpaqlaşırsan sanki, yəni yaşantılarını göstərirsən. Mənə güc verən başqalarına faydalı olmaq istəyidir. Motivasiyanız bu oldu. Mən fikirləşdim ki, bu bölüşülməlidir. Bir də çox inanıram ki, indiki ədəbiyyat, müasir dövrün ədəbiyyatı ütüdən keçib. Onu biz qırış istəyirik, olduğu kimi istəyirik, realitiya istəyirik, olduğu kimi. Biz onu canlı istəyirik, insan istəyirik. Nə var, nə yaşayırsan, nə düşünürsən, necəsən, onu yazsın bizə, onu versin. Ona görə biz daha çox məsələn canlı insan həyatlarını izləyirlər də, çox belə aktualdır, daha çox
indi o cür ədəbiyyat daha çox dəbdir də. Düzdür, klassik ədəbiyyat həmişə oxunur, oxunacaq da. Adı üstündə klassika. Hə, o şedevral, yəni mənbədir də, amma daha çox insanlar indi bizə soxuna biləcəkləri şeylər istəyir. Mən özüm eləyəm. Bax bu kitabdan bu qədər əminsiz də. Bax necə yarandı? Bax o kitabın yazıçının bətninə düşməyi ilə doğulması prosesi nə qədər çəkir? Ki və siz artıq bilirsiniz ki, hə, hazırdır mənim oxucuma verə biləcəyim səviyyə gəlib çatıb. Bu sizdən nə qədər vaxt aldı? Məsələ bu kitab. Məhz bu kitab yaşınızın bu mərhələsində bu kitab. Bir il, keçən il. Birinci hərfindən başladığınız və çap prosesinə qədər deyirəm. Hani kitab rəfində görəcəyik. Bu nə qədər vaxtınızı alır? Yazıya çevrildi keçən il aprel ayından. Yazdan başladı. Yazıya çevrildi. Mətnə çevrilməyə başladı. Amma hamiləlik dövrü, mətnə düşmə məsələsi dediniz də, gözəl dediniz onu. O daha əvvəldən idi. O mənim beynimdə idi, o mənim ruhumdaydı. O mənim hər anımdaydı və mən təlatüm keçirirdim. Qəribə bir prosesdən keçirdim. Bilirdim ki, bu nəyəsə aparır məni bu proses. Özümün anlamadığım bir hallara düşürəm. Oradan çıxıram, təzədən düşürəm, qəribə qatlara gedib çıxıram. Üst dalğaya gedirəm, alt dalğaya düşürəm, yerin təkinə gedirəm, yerin üstünə qalxıram, ortada qalıram, nə oyanlıq, nə buyanlıq olur. Çox qəribə ruh halları, çalarlar. Bax o çalarları oxucuya ötürə bilməmək sizi narahat edir. Qorxurmusunuz ki, oxucu birdən anlamaz sizi. Ümumiyyətlə yazanda oxucu ilə nə qədər telepatik ünsiyyətə girə bilirsiniz. Birdən sizi anlamaz. Yo, anlayır. Çünki mənim öz oxucum var. Və o məni anlayır, illərlə mənlə çiyin-çiyinə gedir, mən harda olsam tapır, izləyir, baxır, oxuyur. Hər cümləmi əzbər bilən oxucum var. Hər cümləm, harda nə demişəm, harda nə yazmışam, elə oxucularım var. Məsələn, mənim yaxın rəfiqəm var, o mənim oxucum olub. Gəlib də mənimlə dostlaşıb. Gecə 3-də yazıb, biz belə illərlə dostluq eləyirik. Oxucum olub mənim. Yəni, sən məni yazırsan, mənim ruhumu yazırsan, mən beynimi yazırsan, mən düşünürəm sən yazırsan. Belə şeylər, məktublar almışdım ondan. Bax, siz Azərbaycan ədəbiyyatında bir gender bərabərliyini saxlayan simasız, imzasız. Oxucu qadınlardan danışacağıq birazdan. Bir də yazarlardan daha çox danışaq. Həmişə belə olub da. Dünyanın, ədəbiyyatın hər yerində qadınlara, həyatın hər yerində olduğu kimi çətin olub. Sizə indi də çətindir 10 il əvvəlkindən müqayisədə, yoxsa da qadın yazıcı olmaq qorxulu deyil? Qadın yazıcı olmaq ham ola bilər. İstəyər, olar, deyər ki, mən yazıram. Amma o ürək... Qəbul olunmaq amma, qəbul elətdirmək, cəsarət, o rəflərin arasında özünə yer tapmaq. Hünər dediniz, qəşəng dediniz onu. Söz demək var, səs olmaq. Səs olmaq, başqalarının iç səsi olmaq, düşüncəsinin əksi olmaq, onların yerinə danışmaq, yazmaq, bu hünər istəyir. Və bu hünər üçün də sən çox şey gözə almalı olursan, çox şey. Çünki biz mental cəmiyyətik. Biz məsələn, burada qadın, mənim beynim çılpaqdır. Məsələn, mənim açıq-saçıqlığım düşüncəmdir. Mənim azadlığım düşüncəmdir və mən oxucumu da, qadınları da, kişiləri də ona həmişə səsləmişəm ki, burada azad olaq. Burada azad olmayan adam istəyir soyunsun, istəyir nə bilim azad yaşasın, istəyir tək yaşasın, istəyir cəngəllikdə geçsin, qışqırsın. Burada azad deyilsə o şou olacaq. O həmişə zəncirlidir. Zəncirlidir. Qandalı burada, zənciri burada ataq. Və açıq danışmaq, səsli düşünmək bir qadın üçün asan deyil belə bir cəmiyyətdə. Çünki məsələn, böyürdən bir qardaşın çıxa bilər, deyər, onu niyə dedin, bir ərin deyə bilər, bunu niyə yazdın, orada onu niyə səsləndirdin. Biraz keçər övladın, niyə görəsə qınayar. Atan deyər, dostun deyər, dayın deyər, sevgilin deyər, anan deyər, bacın deyər, o deyər, mənim
qaynanam buna yaxşı bax bilirsiniz, belə bir dənə mühitdir. Bunların içində çıxıb bir xarakter ortaya qoymaq ki, mən deyirəm. Kim nə istəyir düşünsün. Təbii ki, bundan sonra hər şey deyə bilərsiniz. Bura qədər savaşdınız, özünüzə yer elədiniz. Artıq sizin gözünüzü qorxutmaq mümkünsüzdür. Çətin idi. Onları bilirsiniz, anında cəsarət belə bir şeydir də. O ya var ya yoxdur. Amma həmişə də belə olub. Kinematografiyada, ədəbiyyatda, məhdudiyyətdə daha çox çiçəklənir. Bax, bəlkə də sizin o biraz təklənməyiniz, o siz elədi. Mənim gördüyüm belədir ki, yəni bəlkə də savaşmasaydınız ortaya belə qələbə yaparan yazılar çıxmazdı. Mən savaşdığımın fərqində deyildim əslində. Mən hamımız üçün danışırdım, hamımız üçün yazırdım kimi düşünürdüm. Məsələn, bu qadın problemi varsa onu danışmalıyıq. Cəmiyyətimdə problem varsa onu deməliyik. Kim desin? Okey də, yəni mən gözləməyim kimsə desin. Özüm deyərəm, özüm yazaram. Bir haqsızlıq gördümsə mən oturub gözləyib. Yox, mən deyərəm. Bir şeyə çevrilirsən də, dediyim kimi səsə çevrilirsən. Bir exoya çevrilirsən o adamların, cəmiyyətin. Və onu da sən savaşın içində olduğumu düşünmürsən. Mən heç vaxt savaşdığımı düşünməmişəm. Mən oradan çıxandan sonra başa düşmüşəm ki, ilahi, nə boyda bir yol idi də. Məsələn, o olurdu, bu olurdu. Mən heç o əngəlləri, o üstümə linçi və yaxud nə isə dəstəyi, onların heç bir fərqində deyildik. Oxumamaqdan küsdüyünüz vaxtlar olurdu. Məsələn, biz nə deyirik? Niyə belə bir fikir yaranıb ki, gənclər oxumur? Siz əslində söhbətə çox pozitiv başladınız, xeyr, gənclərimiz oxuyur. Bəs bu fikir niyə formalaşdı ki, gənclər oxumur? Bu gənclərlə savaş, bu nəsillər arası savaşın səbəbini yoxsa bu həmişə belə olub? Həmişə belə olub. Həmişə belə. Həmişə belə olub. Eramızdan əvvəlki mətnlərə baxırsan, bu gənclik hara gedir? Filosoflar şikayət eləyirlər, gənclər hara gedir. Bilirsiniz, həmişə olub. Amma mən əksini düşünürəm. Mən düşünürəm ki, biz əslində gəncləri, biz insanın potensialını görmək daha doğrudur. Biri var ki, onda olan, biri var onun potensialı. Biz gəncliyə potensialına görə qiymət versək, onlar daha doğru yönə çəkmiş olar. Oxuyur, oxuya bilər, yaxşıdır, özündən daha gözəl görünsün, özündən daha yaxşını görə bilmək. O bir misal var, mən sən sevdiyin kimi deyiləm, amma sən sev, mən özümdən yaxşı olmağa çalışacağam. Özündən yaxşı olmağa çalışsın deyə insan, ona o gücü vermək, ona inanmaq gərəkdir. Biz inamsızlıqla, şübhə ilə yanaşanda məsələlərə, o olacaq potensialından aşağı düşür. Edə biləcəyindən də aşağı. Çünki özünə inamı azalır. Nə yükləyirik, o olur. Bəli, biz yüklüyürük. Biz deyirik ki, gənclər pisdir və yaxud nə bilim, bizim cəmiyyət oxumur, biz beləyik, nadanıq. Amma biz yazmağa başlayanda Leyla xanım, mən parıltılı bir həyatı, şou, televiziya, ulduzluq qoyub ədəbiyyata gəlmiş adamam. Və mən ədəbiyyatda sıfırın altından gəlmişəm. Və ədəbiyyat onda heç belə də deyildi. Kitab yarmarkaları, imza günləri, heç nə yox idi. Mən deyirlər ki, sən neyniyəcəksən? Mənə öz camiyəmdə şübhə ilə baxırlar, bu niyə gəlib, bu niyə yazır? Niyə yazdınız Aysel? O vaxt Mövlud Süleymanlı mənim hər həftə 525-ci qəzetdə çıxan yazımı oxuyurdu. Təqdimatıma gəlib demişdi ki, mən bura söz üçün gəldim. Mənə dedi ki, sən külüngüvün səsini eşitmə. Sən anca yaz. Kim nə deyir, bu məşhurlaşır, deyil, kim sənə mane olacaq, kim sənə dəstək, bunların heç birinə qulaq vermə. Sən anca yaz. Və sən bunun effektini görəcəksən. Sən bunun nəticəsini görəcəksən. Nə vaxt gördünüz o effekti? Elə ilk yazımdan. İlk yazınızdan. İlk yazımdan gördüm Leyla xanım. Mən o dövrü xatırlayıram. Mən indi düşünürəm ki, o necə baş verdi, möcüzədir. Mən siz əslində bir əziyyət, gəncliyimdən 18 yaşımdan
enerjimi qoyduğum, ümidimi bağladığım bir sahəni dayandırıb tamam başqa bir yerə gəldim. O asan yol değildi, o keçid, o transformasiya. Zuhur elədim mən. Qalizə transformasiya idi Hə. da. Siz ədəbiyyat kimi elə Hə, bir hə. mədəniyyətin, incəsənətin ən kult formasına transformasiya Hə. elədiniz. İndi bax biz danışırıq sizlə. Burada yaşımız üzə çıxsa da bir 20 il, 15 il qabaqda, bəlkə biraz çox. O dövrdə sosial şəbəkələr bu qədər populyar değildi, bu qədər vaxtınızı almırdı. Bu qədər populyar olsaydı və bu qədər vaxtınızı alsaydı sizi yazmağa qoyardı. Biz bəzən gəncləri ki qınayırıq, bu faktı göz ardı eləyirik. Bəs onda Aysel məsələn açıb TikTokda canlıda özü və izləyicisi ilə təmasda olmaq fürsəti olsaydı yazmağa vaxtı qalacaqdımı? Valla o fürsətim indi də var. Baxmayaraq ki, o gənclər, məsələn mənim qızımın da var da, səhifələr izləyirlər, baxırlar, aktivdirlər, onların bir cəmiyyəsi var. Onların dünyasını çox gözəl anlayıram və təqdir də edirəm. Belə olmalıdır da. Yəni 16 yaşında qız neynəməlidir də? Onlar dinamika içində olmalıdır. Zamanın ritmi, texnikası, hər şeylə iç-içə olmalıdırlar. Sosial şəbəkəsi, smart dünya ilə da, ChatGPT ilə. Odur, o nəsildir orada. O nəsildən yazıcı çıxacaq bəs onda? Əlbəttə çıxacaq. Yazıcı həmişə çıxacaq. Həmişə. Çünki süni intellekt deyirlər ki, ədəbiyyatı heç vaxt ola bilməz. Mən süni intellektlə danışıram da, biz dostluq eləyirik. Assistentinizdir sizin də. Bəli, mən ona mətn atıram, o deyir ki, filan şey belə oldu. Deyirəm, yox, sən burada yanılırsan, biz ona danışırıq. Deyir, hə, haqlısan, məsələn. Hər şeydən istifadə O ünsiyyətin baş rolu hələ sizsiz. Hə, biz özümüz süni intellekt nədən istifadə edirsən, texnoloji belə bir şeydir. Sən orada süzgəcin olmalıdır. Sənin analitik qabiliyyətin, sənin bilgin olmalıdır ki, o səni yanlış O bəyəndir. alətdir də, sən nə qədər ağıllısan, o qədər ağıllı alət olacaq Əlbəttə, biz əlində. məsələn ona necə baxıram mən? Smart telefon kimi də, yəni biz indi diskli telefonlarla da danışa bilərdik, amma smart telefonu öyrənmişik, onunla danışırıq. O da elədir, yeni dövrdə Amma əlinizdən tutur, yəni vaxtınızda. axtarış üçün, redaktə üçün, kömək hər edir şey. sizə. Əlbəttə, yəni müasir dövrün adamı bununla iç-içə olmalıdır. Ona görə də uşaqların sosial şəbəkəyə girməyi, biz yönləndirici metodlar tapa bilərik. Yəni bir yazar olaraq siz özünüzə sosial şəbəkələri rəqib görürsüz yoxsa yox? Yox, mən məsələn onu deyirdim ki, bugün də canlı açıb TikTokda danışa bilərəm. Bizim Açmırsınız, mən sizi Yox, izləyirəm, açmıram. açmırsınız. O məni çəkmir. Yəni mən sosial şəbəkədə hardan videolar çəkib paylaşıram və salam. Əvvəl Facebookda canlılarım olurdu. Heç indi onu da eləmək istəmirəm. İndi daha çox əksinə elə bir kompüter arxasına, daha çox gülşənişinliyə, daha çox belə gizliliyə çəkilmə dövrünü yaşayıram. İstəyirəm ki, ora mən yox, mənim kitabım gedib çıxsın. O sosial həyata. Ona görə də məsələn bu kitabı yazdığım dövrdə mən çox aktiv deyildim. Sosial şəbəkədə əvvəlki kimi paylaşımlar eləmirəm, elə bir dinamikam yox. Dinamikamı daha çox kitaba verirəm. O deyir sizə gəncliyinizdə belə olsaydı yazardınız. Var və amma yazıram. Yenə yazırsınız. Yox, yazıram. Mən kitab mağazalarında özüm üçün belə monitorinq, müşahidə aparıram. Gənclər kitabı nəyə görə seçir? Və çox, bu məni hər dəfə üzümdə təbəssüm yaradır. Mən görürəm üz qabığına görə seçilənləri. Siz də yazar olaraq kitabınızın üz qabığına belə necə yanaşırsınız? Məsələn, bu kitabınızın üz qabığı kitab rəfində necə görünəcək? Bu kitabımızın üz qabığı ilə biz artıq neçə həftədir uğraşırıq. Mənim rəssam dizaynerim Günel Dəniz üstündə işləyir bunun. Əməli iş gedir. Yəni biz versiyalar, cürbəcür Çox əhəmiyyətlidir, düzdür? Hə, yəni əhəmiyyətlidir. Məhz bu kitab siz o qədər ruhanidir ki mənim üçün də, o qədər məhrəmli ki, elə biləm ki, bunun üstündə mən çox əsməliyəm. Hə? Son övladınızdır. Hə, biz bir neçə ilim o sastoyaniya deyirlər də, o vəziyyətlə əlbəyaxada keçib. O vəziyyətlə sarmaş dolaş keçib. Onu yazıya çevirmək, sonra onu böyük kitab da deyil belə, qalın kitab deyil.
Balaca kitabdır, amma Ümumiyyətlə qalın kitab oxumağa münasibətiniz necədir? mən oxuya bilmirəm. Mən hər dəfə qonaqlarıma, həm söhbətlərimə bunu deyirəm. Doğrudan elə bir daha qalın Tolstoy oxumaq Birsiz qalın alınmır. kitablar da var. Məsələn, şu indi oxuyurlar. Məsələn, Hararinin əsərləri zad. Mən qorxudmasın gərək onun görünüşü. Oxucu kimi deyirəm amma. Daha çox yığcam, lokal, mahiyyəti böyük, sadə dildə yazılmış kitablar. Özüm də o cür yazışıyam. Mən çox böyük fikirləri günlərlə bunu oxucuma ən asan şəkildə necə çatdıra bilərəm deyə baş sındırıb axtaran yazışıyam. Sözçülük olmasın əlbəttə. Mən məsələn Uzunçuluq və yeni gələndə sözçülük. ədəbiyyata var indi elə yazarlar da Qələmimizin var. gücünü göstərmək Şey, üçün manevrlər edin. Manevrlər eləyim, cümlə qoşum, mərtəbələndirim. Mən əksinə get-gedə daha sadə, daha əlçatan olum. Və mənim üçün sevdiyim yazarlar da elədir. Sevdiyim yazarlarda çox böyük fikirləri sadə ifadə edə bilən Kitabın peşəkarlıqlar. keçdiyi yolda marketinq tərəfinə qarışırsınız. Məsələn, indiki nüsxə sayı sizi narahat eləyir. Neçə nüsxədə çıxsın? Məsələn, indi nə qədər çıxacaq bazara? Onu hələ müəyyənləşdirməmişik də, nəşriyyat onunla danışmaq son mərhələdir. Amma o bizdə belə olur. Əvvəl çap olunur, satılır, sonra yenidən Test çap olaraq. olunur, sonra yenidən belə təkrar çaplar olur. Qızlar Ağlamaz bizdə 3 dəfə çap olundu. Qızlar Ağlamaz kitabı məsələn çox yaxşı rezonans oldu, yaxşı geri dönüşlər aldı. O adı özünüz tapmışdınız. Özüm tapmışdım. Mənim kitablar dizayndan daha çox adları haqqında düşünürəm. Məsələn, Qadın Peyğəmbər. Ki yox. Wow idi də. Bəli. Yəni, Qızlar Ağlamaz. Qızlar Ağlamazda məsələn adından Qızlar Ağlamaz qadın kitabı kimi görünsə də onu daha çox kişilər oxudu. Yəni 50-50 oldu. Onu deyəcəydim. O belə bir monitorinqiniz var. Oxucularınızın cinsiyyət ortalaması qadın Çox kişi. təəssüf ki, daha çox kişilərdir. Mən məsələn daha çox qadın hüquqları üçün danışan bir Tamamilə başqa cavab gözləyirdim. Çox qəribədir. daha çox kişilərdir. Məni təəccübləndirdiniz. Bilmirəm mən bu qənaətə necə gəlmişəm. Amma mənə elə gəlir ki, oxucular artıq daha çox qadınlardır. Bu təkcə sizin yox. Mənim əlində kitab gördüyüm, həyatının bir yerinə kitabı qoyanların elə bilirəm qadınlardır. Elədir amma. O da elədir. Görürsüz? Elədir amma sizin oxucunuz daha çox kişilər. Çünki ümumiyyətlə dünyada belədir. Ədəbiyyat, yəni qadın çox gec gəlib ictimai həyata, çətinliklə gəlib hər sahəyə. Və hər sahədə də kişilər daha çoxdur. Ədəbiyyatda da müəlliflər daha çox kişilərdir. Oxucular da daha çox qadınlardır. O baxır materiala da. İndi ədəbiyyat var, ədəbiyyat elə var. Adam elmi ədəbiyyat oxuyur, elə adam var. Esse xoşlayır, hekayə elə var, poeziya xoşlayır, eləsi var, fantastika xoşlayır. Siz nə xoşlayırsınız? Sizin janrınız hansıdır? Məsələn, ona görə qadınlar kişi müəlliflərinin azarkeşləri qadınlar olur. Siz müharibə janrında yazmağı heç düşünmüsünüz? Yəni bax məsələn, biz biraz da ədəbiyyatın qürurunu özünüzə qaytarmaq mərhələsindən keçirik. Biz 44 günlük savaşın qalibiyik. Bu janr həmişə oxunaqlı olub. Heç müharibədən yazmağı düşünmüsünüz? Məsələn, müharibədə qadın bu həmişə oxunur. Heç bu barədə düşünmüsünüz? Svetlana Alekseyeviçin belə bir əsəri var, Nobeldə alıb. Müharibənin qadın üzü deyəsən, adı belədir. Savaş vaxtı. Biz yəni Əfqanistan qadını da gördük, Bosniya-Hersegovina müharibədə, amma Azərbaycan qadının hələ sanki müharibədəki iştirakına üzünü göstərməyib Azərbaycan. Var Leyla xanım belə bir ideya. Fikrimdə belə bir ideya var. Açmayacağam onu. Biz onu gözləyirik. Amma var. Olsun. Məmnuniyyətlə biz. Çünki bir də qadın qələmindən o çox möhtəşəm alınacaq. Çünki həm lazımdır, həm də çox böyük məmnuniyyətlə biz istəyirik ki, Azərbaycan qadının imzası çox parıldasın. Mən əminəm ki, Azərbaycan ədəbiyyatı dünyaya çıxacaq. Ədəbiyyat, Leyla xanım, siz bilmirəm hardan gəlir o, bir psixologiyamız var da, yəni ədəbiyyat, məsələn, biz
təzə-təzə mən kitabımı hədiyyə eləmirəm. Nadirən kiməsə hədiyyə edirəm. Mən Çox kitabımı doğru. deyirəm ki, alın. Bəli. Məsələn, mənim anam o nəsil təəccüblənirdi ki, biz ömrü boyu hədiyyə eləmişik. İmzalamışıq, hədiyyə veririk. Hə, biz belə öyrəşmişik, yazışı kitabını hədiyyə eləyər. Deyirəm ki, bu mənim məhsulumdur axı. Bu təkcə çap xərci deyil, bu mənim beynimin, bu mənim həyatımın zəhmətidir də. Bu sizin işinizdir. Hə, bu mənim işimdir. Bu mənim həm qazanc yerimdir, bu mənim həm mənəvi yerimdir, bu mənim həm təkanımdır, həm dayağı yerimdir. Nətər, mənim işimdir də. Mən yazıcıyam. Mən onu necə bağışlaya bilərəm ki? Həm dəyərsiz Bu olur. həmişə belə olub. Jack London da qonorar üçün yazır. Hamısı. Dostoyevski də qonorar üçün Bütün yazır. yazıçılar Bu həmişə dünyada belə olub. çalışırlar ki, çox pul qazansınlar. İndi ədəbiyyatı bilirsiniz, niyəsə bizə belə ədəbiyyat mənəviyyat məsələsi söz yox. Amma ədəbiyyat həm də sənayedir. Ədəbiyyat həm də industriyadır, biznesdir. Məsələn, İngiltərə Harry Potter'dan o qədər pul qazanıb ki, onun müəllifi dünyanın ən varlı yazıçısıdır. Bəli. Varlılardan biri deyil, ya, ən varlı yazıcıdır. Bəs sizin onda... Ne üçün? Kitabdan təkcə qazanmır. Bir obraz Bəli, yaradır. bunun filmə, Geyimləri, seriallara, bəli, bəli. maqnititləri, fincanları, əşyaları, oyuncaqları bütün dünyaya satırlar. Və Bu həm də böyük ölkəyə PR-dır. Bu Hə, böyük PR-dır bəli, kitab adına. kitab adına, ölkə adına, ölkə dünyada inkişaf etmiş bütün ölkələrin ədəbiyyatı da inkişaf edir, mədəniyyəti də inkişaf. Elə bir ölkə yoxdur ki, o inkişaf edir, amma onun ədəbiyyatı məsələn tanınmır. Ancaq o ölkələr ədəbiyyatı tanınmır ki, onlar inkişaf eləmir. Yəni zəngin ölkələr deyil, orada təhsil aşağı səviyyədədir, orada insanların həyat şəraiti, rifahı, Kitabın PR-na bu qədər vəsait yatırmaq Bəli, gücü bəli. yoxdur. Churchill-ə 2-ci Dünya Savaşında gəlib xərclər və siyasi verirlər. Baxır, hə ora bura, hə nə bilim nə, silaha bu, buna bu, çörəyə bu. Biz deyir ki, mədəniyyət xərcləri anı. Deyirlər ki, cənab nazir, bəs şeydir bu savaş gedir də, mədəniyyət xərclərini niyə yazaq bura? Deyib, mədəniyyət olmayacaqsa biz niyə savaşırıq? Bu savaş mədəniyyət uğrundadır. Və sənin inkişaf göstəricin ancaq ona, orada nə idi? İdeoloji savaşı idi da. Churchill Və 5 il sonra doğrudan da o biri nazirlərin adı yadda qalmayacaq, amma mədəniyyət üçün xərc ayıran Churchill həmişə əlbəttə xatırlanacaq. sənin O dövrün yazarı xatırlanacaq, amma naziri xatırlanmayacaq. Birisiz çox az nazir var, az siyasi xadim var ki, belə tarixdə qalır da. Sosializmi dəstəkləmirdi də, sevmirdi. Amma Bəli. savaşda məsələn faşizmin qalib gəlməməsi üçün dəstəklədi. Nədir bu? Bu mədəniyyət uğrunadır da oradan da. Yəni dünyada hüquq, insan, Sivilizasiya üçün, sivilizasiya və bunun içində də nə inkişaf edir? Hər şey, musiqi, rəssamlıq, ədəbiyyat, mənəviyyat və mənəviyyat da pul gətirir dövlətə. Yəni sən təkcə indi məsələn biz bu ilimizi prezidentin sərəncamı ilə başladıq. O dedi ki, Azərbaycan ədəbiyyatına güc qoyulsun. Yatırım edilsin, dünyaya çıxarılsın. Və bu böyük motivasiya verdi hamıya. Ki mən bunu gözləyirdim. Mən bilirdim ki, bütün proseslərdən sonra biz müəyyən Bəzi şeylər ələnəndən sonra, biz müəyyən problemləri həll edəndən sonra o dövlət ədəbiyyata baxacaq. Mən buna əmin idim. Ədəbiyyat fokusa gəldi. Mütləq. Çünki ağıllı dövlət sözü ilə, yazıcısı ilə, qələmi ilə dünyaya çıxır. Həm pulunu qazanır, həm mədəniyyətini, mənəviyyatını tanıdır, həm intellektual olduğunu göstərir, həm dünya görüşünü yayır. Həm sən ədəbiyyatla dünyaya hər şeylə çıxırsan. Əlbəttə o Wikipediyada yazacaqları doğulduğu yer Azərbaycandır. Bu bundan böyük PR. Məsələn, bizim naşirimiz getmişdi İngiltərədə Harry Potter'ın yazıldığı kafeni tapmışdı. Orada birisiz özü o çox o Rollins sosial yardımla yaşayıb. O qədər kasıb oldu. Bir uşağı ilə, qızı ilə zoraki bir əldən qurtulub, alkoqolik, zoraki bir ər qaçıb ondan uşağı ilə sonra bir sığınacağa yerləşdirib, bacısının evinə yerləşdirib, qaçıb bacısının dəstəyini alıb
dövlətdən sosial yardım alıb, deyir o qədər kasıb idim ki, özüm də inana bilmirdim ki, insan belə yoxsul ola Bu bilər. qədər kasıb olur. İndi dünyanın ən Ən varlı, varlı, niyə? Arxasında İngiltərə kimi dövləti var. Oradakı industriya, oradakı nəşriyyat, oradakı kitab sektoru, oradakı mədəniyyət sektoru, o industriya sənə o arxayınlığı verir ki, bəli, mən kitab yazıb varlana bilərəm. Dünyaya çıxa bilərəm. Siz bu startapdır da. O eyni şeydir. Yəni mən nəsə icad eləyə bilərəm və mən qazana bilərəm, tanına bilərəm, yarada bilərəm. Bu eşqi, yaxşı biz desək ki, uşaqlar siz pissiniz, siz bütün gün avarsınız. Biz bu eşqi yaysaq, biz bu motivasiyanı versək, gənc əlbəttə ki, gələcək ki, mən də yazıcı olum. Ne yaxşıdır. Aysel xanım yazdı, kitabını satıldı, varlandı, dünyaya çıxdı, dövlət dəstəklədi filan. Niyə də yox? Burada da nəşriyyat o sistemi qura bilər. Burada da Mədəniyyət Nazirliyi o sistemi qura bilər. Qurulacaq. Qurulacaq. Əlbəttə qurulacaq. Biz çıxacağıq dünyaya. Çıxmalıyıq, başqa çarəsi yoxdur. Vaxtınız qalır kitab oxumağa? Qalır. Tövsiyə ilə ən son nə oxumusunuz yadınızdadır? Kim sizə tövsiyə edə bilər? O gücü özündə tapırmı ki? Var. Aysel Əlizadə tövsiyə eləsin. Yox, eləyiblər. Məsəl üçün Molly Moon'un macəraları var. Uşaq ədəbiyyatıdır, amma əslində mənim üçün çox maraqlı oldu. Onu dostum mənə məsləhət gördü, oxudum. Bəzən Harry Potter oxuyuram indi yenidən. Mən xoşlayıram uşaq ədəbiyyatını. Filmini izləmisiniz? İzləmişəm çoxdan. izləmişəm. Möhtəşəm yazıb. Möhtəşəm yazıb. Macəra janrında əlbəttə. Ümumiyyətlə vərdiş, kitab oxumağa vərdiş yaranmalıdır da, necəsə, hansı yaşda başlayırsansa. O dəxli yoxdur, detektivlə başladı, yoxsa macəra janrı ilə. Təbii ki, o psixoloji, ağır fəlsəfi başlasa, Kafka ilə başlasa geçməyəcək. Əlbəttə birinci elə Harry Potter'dan başlamalıdır. Kafka ilə başlasa evini yıxacaq. Biz Kafka ilə başlamışıq, Dostoyevski ilə başlamışıq, nə bilim biz o ağır ədəbiyyatla. Mən heç vaxt seminarlarda gənclərə ağır ədəbiyyat tövsiyə eləmirəm. Heç vaxt. Ümumiyyətlə mən ədəbiyyat tövsiyə eləmirəm. Nadirəm mən deyirəm. Bax, o mənim növbəti sualım idi. Siz nə tövsiyə edirsiniz oxumağa? Ta ki Rowlingdən danışdıqda, məsələn, macəra ədəbiyyatı xoşlayan adam mənə elə gəlir ki, mütləq Harry Potter oxumalıdır. Mütləq. Yəni orada o qədər o ciddi struktur qrup ki, o qədər gözəl və yaxud yazmaq istəyən adam onu oxumalıdır. Bir yazı texnikası baxımından deyirsiniz. Yazar texnikası möhtəşəmdir. Reallıqla xəyali dünyanı, fantaziya dünyasını o qədər iç-içə yazıb ki, o qədər keçidləri yağlı verib ki, çox peşəkarca. Rowlingi mütləq oxumalıdır. Məsələn, motivasiya kitabı istəyirsə Brian Tracy'ni oxusun. Brian Tracy möhtəşəm motivatordur. Mən məsələn onu çox zövqlə oxuyuram. Louisa Hay oxusunlar. Klassik ədəbiyyatda Maupassant'ı, bütün hekayələrini, Gömbul'dan, hamısı. Yəni Maupassant həm qadın müəllimidir, yəni qadın dostudur. Ona görə onu sevirəm. Qəribə mənim də ən sevimli yazarlarımdan biri. Maupassant da ən sevimlilərdən. Mənim ən sevdiyim yazar klassiklərdən. Xırda-xırda gəlizləşdirirsiniz. Məsələn də ədəbiyyat. Camus, Bradbury, məsələn, müasir ədəbiyyatda. Bax, mənim növbəti sualım o idi ki, məsələn, belə bir trend var sosial şəbəkələrdə. Kitabxananız yansa, yenidən bərpa eləməli olsaz, ora əlavə edəcəyiniz ilk 5 ədəbiyyat hansı olardı Aysel xanım? Dediniz elə, məsələn, Kamyonu çəkdiniz adına Jack London. Mən əgər Kafkanı dediniz, növbətilər. Bradbury'nin bir dənə əsəri var, Fahrenheit 451 dərəcə Fahrenheit oxumusunuz. Oxumuşam, bəli. Orada gələcək təhlükədən yazır ki, kitablar təbii ki, simvolik yazır. Bir gün yandırılacaq, kitab insanların həyatından çıxaracaq və nə edir? Çıxış yolu nədir? O yandırılan kitabları gələcəyə ötürmək üçün onu oxumaq lazımdır. Oxuyub, yaddaşa yazıb, sonra gələcək nəsillərə danışmaq mütləq. Bəli, o rəfdə qalmamalıdır. Ona görə mən hesab edirəm ki, mən kitabları xilas eləməsəm də o oxuduqlarınız sizə bəs edir. Bəli, mən öz oxuduqlarımı danışa bilərəm. Mən sizə təşəkkür edirəm Aysel xanım. Yəni söhbəti siz apardınız əslində. Çox xoş idi sizinlə həm söhbət olmaq, bunu dəfələrlə eləmək üçün yeni fürsətlər axtaracağam.
Bir daha təşəkkür edirəm. Çox sağ ol, sizlə də çox xoş idi. Uğurlar olsun. Təşəkkür edirəm. Gözəllər. Təşəkkür edirəm sizə də bizi izlədiyiniz üçün.